Deməli, bax, adı nə idi sizin uşağın? Nuray. Mən indi baxdım uşaqlara. Deməli, sirkulasiyon iynədir. Biz bugün səhər... Ülviyə, ay Ülviyə. İynələr vurulur, sirkulasyonlar. Deməli, bu iynə bugün vurulubdur. Düzdür. Bunu sabahdan vuracaqsınız. Bunu səhər axşam, disinon səhər axşam. Birinci bu bantı açdınız. Birinci Perexlə buralara yığıntılar yığılır da. İstərseniz selik, qan. Onları Perexlə ehtiyatla təmizləyirsiniz. Təmizləyəndən sonra 1. Betadin sürtürsünüz. 1-15 dəqiqədən sonra 2. Levamikol maz vurursunuz. Flukonazol bir dənə tabletkadır. Müalicənin ikinci günü açılır. Bu da boğazdan açılır. O yazında müalicənin ikinci günü. Yazılıb, müalicənin ikinci günü daxil edir. Və gips silikon çıxandan sonra da bu iki dərman edirsiniz. Yaxşı. Burada arxada görürsüz, bax əməliyyatdan sonra qulluq qaydalarda yazılıb bura. Mən özüm də olmuşam, bu yəni. Hə, yəni yenə də təzəlikdə hər həkimin bir öz seçimi, dərman seçimi var. Qayda qanun seçimi. Əməliyyatın 9-cu günü əlaqə saxlayın, 10-cu günü olun burada. İnşallah 10-cu günü gəlir. Oldu. Çox sağ olun. Sağ olun. Arxası üstə yatmaq olmaz. Baş aşağı əyilmək, ağır şey qaldırmaq olmaz. Saçı arxaya atıb 2 gündən sonra yuyarsınız. Bu hissəsi o. Hə, dəyməsin. O buranı açmışam axı, buradan bir boyda. O əslində MRT-nin verdiyi cavab var idi, düzgün cavab deyildi. Niyə? Çünki o lipoma deyildi. MRT-də lipoma verir, amma o kistaydı. Kistaydı. Bəli, çartdım. Anadan gəlmə o. Anadan gəlmə, hə, kistadır. O qorxusu bir qorxu. Yoxdur. Burada sümüklə, içəri ilə təması yox idi. Sümüyü də qaşıdım, o alın sümüyündə, oranı da yerində yandırdım. Başa düşdünüz? Ona görə bura açılır da diseks yolu. Diseks yolunda alın dəridir də, dəri altı şişir. O bir həftəyə falan yatacaq hamısı. Və sonra MRT niyə mən elə səhvçalar? O olur da, bəzən görsən MRT tək sənə vermir, bəzən görsən verir. Bir var canlı gözü ilə görmək, bir də var MRT-nin cavabı. Ay sağ ol. Başa düşdünüz? Bəlkə qorxusu. Bax, yeməyə ancaq yumşaq ilıq qidalar olacaq. Saçını arxaya atıb yuyursunuz, bədənində ilıq su ilə